ki büyük bir qayığın üzerinde Heydər Əliyevimiz hərəkət edir. Parusdur. Heydər Əliyevimizin güldən bəzədilmiş portreti keçənlə nisbətən 3 dəfə böyükdür. Həm də bizə baxıb gülür və əmin olun, mən deyirəm, Heydər Əliyevimizin ruhu bu saat yanımızdadır və sevinir. Bilsinlər, burada yaxşıya yaxşı kimi baxırlar, pisdə də yaxşı axtarırlar. Çünki Azərbaycanımızda yaşayanlar yalnız mələkdir. Bu mələklər diyarına xoş gəlmişsiniz, qonaqlar. Gəlin, gəzin, görün, belə gözəl başımız nə cür gözəldir. Həlman müəllim, buradakı parkdakı var olan bu kompozisiyalar neçə vaxt müddətə hazırlanıldı? Bir ayda hazırlayırıq, bir aydır. Amma keçən il sentyabrın 1-dən bu gözəl bayrama hazırlaşdı. Gələn il isə Heydər Əliyevimizin 90 illiyidir. Gül bayramı tək bu bayram bu parkda olmayacaq. Həmçinin Heydər Əliyevimizin sarayının arxasında bu parkdan 3 dəfə böyük park salınacaq. Gələn il may ayının 10-unda o park da açılacaq. Və gül bayramı bundan daha da möhtəşəm olacaq. 90 illiyimizi elə bu gündən hazırlaşırıq. Əmin olun, Azərbaycan xalqı nə qədər xoşbəxt olacaq, Heydər Əliyevimizin ruhu o qədər də şad olacaq. Gəlin hər birimiz Heydər Əliyevimizin məhəbbətini ürəyimizdə yaşadaq. Elə yaşadaq ki, o dünyaya gedəndə Heydər Əliyevimiz bizi qəbul edə bilsin. Sağ olun. 90 illiyinə qədər